böyük ustadımız, böyük dəyərimiz Azərbaycan, İran sənətçisi öz demək yeri yoxdur. Yəni da yap başı. İnşallah az zaman bir qısa zamanlardan sonra keçirik inşallah verilişə. Vədud, müəzzin, iftixarımız. İnşallah o mahnılardan oxuyacaqlar sizə və iftixar edirəm mən bilələrinə, səslərinə və bu iki vaqənin mənim mahnılarımı oxuyurlar. Bir Vahid Əzizin bir gözəl mahnılarından birin. İnşallah sizə sürpriz edəcəklər bu günləri. Daha bir 2 saata qədər inşallah çıxırıq. Buradakı görürsüz. Bir göstər buranı falan. Göstər buranı. Bura AzTV'nin daha studiyasıdır inşallah. Səyyarə xanımından çıxış edirik. Bəd və siz də bir izləyənlərimizə. Mən də əziz görənlərə salamlayıram. Hər kəsə can sağlığı edirəm. Ne yaxşı gündür ki, bu günləri Usta Danışverin xidmətindəyəm burada. Deməli bir verilişə hazır oluruq. Vahid Əziz bilirsiniz, Azərbaycanın böyük şairi, onun yubileyi ilə əlaqədar burada bir veriliş olacaq, Ulubat verilişi. Biz də onda iştirak edəcəyik və çox gözəl bir mahnı var və o mahnının da ifası mənə qismət olub. Xoşbəxtlikdən iftixar edirəm ki, o gözəl mahnını mən inşallah ifa eləyəcəyəm. Sizin hamınıza can sağlığı arzu edirəm və arzum budur ki, hər işinizdə müvəffəq və uğurlar arzu edirəm və inşallah ki, bizi izləyəcəksiniz. Sağ olun. İnşallah. Sağ olun. Bu da mənim Rəhab balamdır. İnşallah bunun da səsi birinci dəfə AzTV'dən inşallah eşidəcəyik. Sağ olun. İnşallah daha xəbərləri atacaq sizə. Sağ olun.